Bayram günlərində həddindən artıq qidalanmaq sağlamlığımız üçün ciddi problemlərə yol açır. Rasionunuzda zülal, yağ, karbohidrat və lif baxımından balanslı qidalara yer ayırın. Qızardılmış yeməklərdənsə sobada bişirilmiş toyuq, balıq və ətə üstünlük verin. Salatlar həzmi sürətləndirir, aclıq hissini aradan qaldırır. Ona görə də gündəlik rasionunuza könül rahatlığı ilə əlavə edə bilərsiniz. Amma mayonezdən çox istifadə etmək məsləhət görülmür. Onları qatıq və kefir əsaslı soslarla əvəzləmək daha məqsədə uyğundur. Novruz bayramı dedikdə yada düşən şəkərbura, paxlava və digər şirniyyatlar. Tərkibində yüksək miqdarda yağ və şəkər olduğu üçün çəki artımına, eləcə də həzm problemlərinə yol aça bilər. Buna görə də şirniyyatları daha sağlam seçimlərlə, məsələn, mövsümi meyvələrlə əvəzləyə bilərsiniz. Bayram xonçalarının əvəz edilməzi olan çərəzlər. Faydalı yağlarla zəngin olsa da, bəzi insanlarda allergiyaya yol aça bilər. Buna görə də qoz, fındıq, badam və digər çərəzləri həddindən artıq istifadə etməyin. Fərdi həssaslıqlarınızı nəzərə alın. Və ən vacibi, bayramın sevinci ilə süfrənin bərəkətini doyunca hiss etmək üçün qidaları tələsik yox, zövq alaraq yeyin.